Hamiyə salam. Bugünkü mövzumuz ictimalda menyular barəsində olacaq. Ümumiyyətlə menyular nədir, necə istifadə olunur? İlk öncə bəhs edeyim ki, menyular əsasən saytda hər hansısa bir səhifəyə keçid etmək üçün və yaxud da hər hansısa bir xarici səhifəyə və yaxud da sayta keçid etmək üçün istifadə olunur. Bunlar da əsasən A təqlərinin vasitəsilə istifadə olunur, yəni həyata keçirilir. Bunlar da anchor adlanır, yəni keçid təqi adlanır. İstifadəçi həmin təqə klik elədikdə bizim qeyd etdiyimiz ya sayta və yaxud da linkə keçid olur. Mən belə bir örnək hazırlamışam. Burada göstərəcəm, ondan sonra özümüz sıfırdan bir menyu yazacaq. Biz menyuları əsasən nav təqinin içində yazırıq. Nav, naviqasiya sözünün mənasından qısaldılmasıdır, belə deyim. Bunun içində biz UL-lər içində yazırıq. Menyu UL-nin içində olur əsasən. Yəni burada gördüyünüz kimi navın, belə bağlasaq navı, içində UL var, UL-nin içində L-lər və A-lar var. İndi hamısı bir-bir başa salın. Nav dediyimiz kimi naviqasiya mənasından daşıyır və naviqasiyanın qısaldılmasıdır. UL keçən dərsdə bəhs etdiyim sıralanmamış linklərdir, qarışıq linklər, qarışıq da doğrusu siyahılardır. Bunun içində isə L var, bu siyahı elementidir. Hər bir menyu demək olar ki, L təqinin içində yazılır. A, az əvvəl bəhs etdiyim anchordur, yəni keçid tağıdır. İstifadəçi bura klik eləyəndə hər hansısa bir yerə yönəldir. Href yazdığımız, yəni href hissəsi bizim keçidin gedəcəyin ünvanı göstərir. Misal üçün, burada yazmışam ana səhifəmi, haqqımızdamı, xidmətlərmi və s. Və yaxud da burada qeyd olunan kimi xarici linkləri göstərsək, hərfə klik etdikdə YouTube-a mı açsın və s. kimi burada qeyd olunur. İndi bunu canlı test eləyəcək. Target bizim əsasən klik eləyəndə öz səhifənin daxilində mi açsın, yoxsa başqa bir pəncərədə mi, yəni yeni bir pəncərədə mi yaratsın? Budur. Bunu göstərir. Yəni target olmasa, sadə formada, default formada yazsaq, klik eləyəndə bizim hal-hazırda, yəni qarşıladığımız bizə istifadə etdiyimiz pəncərədə açılır. Ancaq target istifadə elədikdə yeni bir pəncərəyə atır. Title isə istifadəçi linkin üzərinə gələndə orada başlıq çıxır. Yəni linkə nə məlumat vermişiksə, title vermişiksə o barədə məlumat verir. Bundan əlavə biz deyək ki, link e-post qoymuşuq, yəni email qoymuşuq, bizə yazın. Buna klik eləyəndə bizə Gmail-a yönləndirməlidir və yaxud da Mail.ru-ya, hər hansı bir şeyə. Bunun üçün mail2, hərfə mail2 adında bir kod yazırıq, qısaca belə bir şey yazırıq və bizim bura yönləndirəcəyimiz Gmail-i yazırıq, qeyd edirik. Bura bizə yazına klik etdikdə həmin Gmail-ə göndərir. Həmçinin telefon da qeyd etdiyimiz kimi yazsaq, zəngidə basanda bizə telefon üçün yaratılır. Bura istəsək WhatsApp linki də və s. kimi linklərdə qoya bilərik. Bundan əlavə deyək ki, bizim saytda lazımı fayllar var və yaxud da məlumat verici dərslər var. Bunun üçün faylı yükləmək istəyirik. Bunun üçün də ref yazıb download yazmağımız kifayətdir ki, fayla klik edəndə yüklənir. Buna canlı olaraq live serverdə test edək. Gördüyünüz kimi bunu indi yenə bu formada alaq. Demək belə, bunu buradan bağlayaq. Burada gördüyünüz kimi ana səhifə var. Üzərinə klik edəndə title açılır. Klik edəndə heç yerə yönləndirmir. Çünki bizdə ana səhifə adında bir page yoxdur. İndi bir örnək yazıb üzərinə yox, test edəcəyik. Ondan sonra bizdə haqqımızda var. Haqqımızda yenə klik edirik. Haqqımızda bölməsində keçid gəlir. Title-ın hesabına gəlir. Klik edəndə başqa bir pəncərəyə atdı. Bunun da səbəb bizim bura qeyd etdiyimiz target, yəni blankdır. Hansı ki o yeni pəncərəyə atır. Ondan sonra aşağıya endikdə, yəni bizdə əlaqə var, bu da sadədir. Hansı ki klik edəkdə heç bir yerə yönləndirmir. Ondan sonra bizdə gəlir xarici sayta keçid. Gördüyünüz kimi burada qeyd eləmişəm YouTube. YouTube-a klik edirik, başqa pəncərəyə atacaq, yəni yeni bir pəncərəyə atacaq və bizi YouTube-a yönləndirəcək. Yəni gördüyünüz kimi YouTube-a yönləndirdi. Ondan sonra aşağıya düşdükdə bizdə burada gəlir qeyd etmişik ki, bizə yazın mail. Buna klik eləsək, indi məndə hal-hazırda bizə yazın mail hissəsini bağlamışam. Burada aslında Gmail açılır yuxarıdan. Ona klik eləyəndə göndərir. Məndə hal-hazırda sırf o gələn modal hissəsini bağlamışam.
Ondan sonra zəng edin var. Zəng edən klik eləsək, bu formada, yəni bizə mail göndərmədə bu formada gəlir. Sadəcə mən dediyim kimi o mail hissəsini bağlamışam, ona görə gəlmir məndə həmin o bildiriş kimi. Burada da bizdən soruşur bu nömrəyə zəng eləmək kimi. Burada klik eləsək göndərir. Mobildən girdiysək zaten klik eləyən kimi avtomatik zəng üçün yer açılır. Bir də fail yükləmə yeri var. Buna da klik eləyəndə avtomatik fail yükləyən. Olmadığına görə belə bir şey xəta verəcək. Amma zaten fail mövcuddursa yükləyəcək. Gəlin burada sıfırdan bir menyu yaradaq. İlkin təmin olaraq. Bura dediyim kimi nav tegintisində yazılır. Yəni naviqasiya tegintisində yazırıq. UL açırıq. Onun içinə bir li atırıq. Li tegi yazaq. Li. Bura yazaq misal üçün A. Burada gəlin bir dənə səhifə yaradaq. Misal üçün haqqımızda. Və yaxud da belə saxta əlaqə. Və yaxud da haqqımızdan göstərilir. Haqqımızdan nöqtə. Dəyişdirməyək. Gələk burada ilk videoda bəhs etdiyim kimi əsas teqlərimizi açaq. Bura birinci videoda göstərdiyim kimi HP tegintisində misal üçün yazacaq salam. Salam. Belə bir şey yazaq, yoxlamaq məqsədində. Ref yazaq. Bunun içində biz qeyd etdiyimiz, yəni yönləndirəcəyimiz səhifəni qeyd edirik. Mən deyirəm ki, bu haqqımızda yönləndirəcək. Klik elədim. Bura yazıram haqqımızda. Burada misal üçün title yazaq. Yazaq bura haqqımızda. Misal üçün haqqımızdaya. Keçid. Et. Bir formada yazaq. Bir dənə səhifə açaq, bura yazaq. Misal üçün yazaq bura, misal üçün əlaqə. Və yaxud əlaqə deyil də servis hesabı. Servisə. Birincisini yazaq. Misal göstəriş üçün servisə. İndi deyil keçə bilsəm, heç deməyək. Burada bir şey yazaq. Buradan HP-də yazaq misal üçün elə servisə, fərqli bir şey olsun deyə. Eyni kodu burada yazdığımızı buradan bağlayayım. Yenidən li tag açırıq. Onun içinə A. Bunu da yönləndirsiniz servisə. Burada href daha doğrusu target verək. Blank olaraq. Burada yazaq misal üçün servis. Buna gəlib həmin bu menunu live serverdə açaq. Görürsünüz, 2 dənə səhifə var. Üzərinə klik eləyəndə haqqımızda səhifəsindən keçidir. Bura klik eləyəndə heç nə gəlmir. Çünki biz burada title qeyd etməmişik. Burada gördüyünüz kimi haqqımızda səhifəsi var və servis səhifəsi var. Haqqımızda klik eləyək. Biz atdı haqqımızda da salama. Biz haqqımızda nə qeyd eləmişdik? Salam. Misal üçün yəni fərqli olsun. Salam haqqımızdadır bu biraz. Haqqımızda. Haqqımızda səhifəsidir, misal üçün. Burada yazaq servisi, misal üçün page. Birini Azərbaycan, birincisi yazım ki, fərqli olsun. Geri qaydaq, indi servisə klik eləyək. Ki, versiniz ki, biz haqqımızda klik eləyəndə eyni pəncərədəydik. Sadəcə bizi haqqımızda səhifəsindən yönləndirdi. Amma biz gəlib servisə klik eləsək, bizi yeni bir pəncərəyə atacaq və burada servis page-ini atacaq. Baxın, bu haqqımızdadır. Klik edirik, bizi haqqımızda yatır. Amma biz servisə klik eləyənə bizi fərqli bir səhifəyə atır. Yəni qeyd etdiyim kimi menyular əsasən bu formada yazılır. Bu UL teqlərin içində yazılır. İstədiyimiz tip burada menyular yaza bilərik. Yəni sayda limit yoxdur. Saytımıza görə dəyişir. Menyuların dizaynsız formadır. Ki gələcəkdə biz CSS keçəndə menyuların yan-yana düzəlməsidir və yaxud da üzərinə gəldikdə rəngin dəyişməsidir və yaxud da menyu üzərinə gələndə alt menyuların drop-down'dan açılmasıdır. Bunlar hamısını gələcək dərslərdə keçəcək. Yəni bugünkü mövzumuz bura qədərdir. Bugünkü dərsdə əsasən menyuların yaradılmasıdır, hansı təqlərdən istifadə olunur, hansı təq nə üçündür, bu barədə məlumat vermək istədim. Gələcək videolarda görüşmək ümidi ilə təşəkkür edirəm izlədiyiniz üçün, abunə olmağı unutmayın.